İş hesabımda indi mesela videolar paylaşıram. Çox. O qədər gözəl şərhlər gəlir, amma bilirsiniz hər yerdə çürük alma var. Ya da yanlış anlayanlar vardır, ya da özünü çox dünyanın ağlısı sanıb əslində özünü biabır edən vardır. Bunu nə üçün sizinlə paylaşıram? Həyata atılmağa çalışan, yaş fərqi, həyata tutunmağa çalışan insanlar belə neqativ sözlər sayəsində faydalı şeylər paylaşmaqdan çəkinirlər. Bu da məni çox üzür. Dünya rəqslərinin bir neçə qollarını öyrədirəm. Onların xəyalındakı sizin, üzr istəyirəm, bu neqativ çürümüş almalara deyirəm, sizin xəyalınızdakı koreografi mənə maraqlı deyil. Kirli pəncərəniz var, bu kirli, kir içindədir. Mən nə qədər əziyyət çəksəm, gözəl şeylər aşılamağa çalışsam ya da məndən başqa insanlara siz həmişə onu kirli görəcəksiniz, ləkə-ləkə. Çünki sizin öz pəncərəniz kirlidir. Bir insan sizə bir neqativ bir yorum yazanda ilk düşünün. Mən buna layiqəm. Bu bir. Bax bu belədir. Bəziləri səhv edir, deyir ki, mən buna layiq deyiləm. Xeyr. Sonra baxırsınız ki, yox, mən heç bir pis bir şey eləməmişəm. Öz işimdəyəm, gücümdəyəm. İkinci, görürsünüz ki, onun pəncərəsi kirlidir. Kommentariya da yazırlar ki, bəziləri ki, heç nə bilmir. Bu başa düşürsünüz, bu nə rəqs öyrədir? Elə ağzına gələn öyrədir. Peyğəmbər Əfəndimiz deyir, beşikdən məzara qədər, qəbrə qədər elm öyrənin. Elm ancaq bir kitab oxumaq deyil. Özünü hansısa bir ixtisasda kəşf etmək, böyütmək, gelişdirməkdir. Tez-tez danışım, çay içəcəm. Sizə neqativ yorum yazanlar öz kirli pəncərəsindən baxır. Onun sizinlə bir əlaqəsi yoxdur. Özümdən misal gətirim. Mən rəqsi paylaşım. Xına rəqsi öyrətmişəm. Yazır ki, bu nədir? Belə rəqs öyrədirlər. Üzr istəyirəm. Başınıza armud düşməsin. İnsanların özəl günündə özlərini xoşbəxt hiss etmələri üçün onlara proqram hazırlayıram. Zəkası küçüklər, baba bu boyda. Həyatında heç rəqs etməyən bir gəlinə profesyonel bunu belə eləyəcəksən, bunu belə döndürəcəksən öyrətmirəm. Sizin 1000 dəfə yorum yapmanız da mənim fikrimi dəyişmir. Ki, dəyişməyib indiyə qədər. Dəyişsəydi indiyə qədər çoxdan artıq fərqli nərgiz olmuşdum. Elə deyil? Demək ki, mənə maraqlı deyilsiniz. Amma belə yorumlara cavab verməm, bəli, mənə maraqlıdır. Çünki yenidən küllərindən doğmağa çalışan insanları siz əzməyə çalışırsınız, mən də buna icazə vermirəm. Sizin o iyrənc yorumlarınızı, o zəkasız, həyatda bir işə yaramırsınız, amma klavye başında tık yazırsınız ki, görsünlər ki, mən də işə yarayan biriyəm. Görsün, belə daimirsiniz ki, biabır edirsiniz özünüzü. Profilinizə baxanda insanın ürəyi bulanır. Hərdən maraqlı gəlir, baxıram profilə. Girirəm, deyirəm, ay, baxıram ki, ay Allah. Nəysə, mən hər insanın ruhuna, psixologiyasına, sakinliyinə, çılğınlığına görə proqram hazırlayıram. Sizin cıqqılı zəkanıza görə deyil. Şagird o anda özünü mutlu hiss etsin, xoşbəxt hiss etsin. Öz toyunda, öz özəl günündə özünü önəmli hiss etsin, sevinsin deyə ona rəqs öyrədirəm. Və onun gücü nəyə çatırsa mən onu ona öyrədirəm. Sizə görə video paylaşmıram. Hələ bunu anlamamısınızsa gedin özünüz oturun bir bunu çıxarın, çıxara bilirsinizsə baxın, biraz təmizləyin, qoyun bura. Yaddaş kartı olur. İndi hər yaddaş kartının öz ölçüsü var da. Birində neçə gigabaytdır, birində megabaytdır, birində terabaytdır, birində nədir, İsfəndiyardır, Məmmədquludur. Hərəsinin bu kartı da o qədərdir. İndi mən sizi məcbur eləyəmmərəm. Sadəcə özünüz həyatda bir işə yaramırsınızsa, başqalarının da həyatına o pırtıqlı burnunuzu soxmayın. Madəm mənim öyrətdiyim eğitimlər o qədər sadədirsə, o yolla hazır pul qazanıramsa, üzr istəyirəm, biraz çizgimi aşacağım. Duxum var, sən də get öyrət. Var, get öyrət. Hodri meydan. İstəməyənin gözü çıxsın. Ona da duxun yoxdur, elə deyil. Ona da hünəriniz yoxdur, o qədər acizsiz. Madəm ki, mənim ixtisasım ki, mən 2 universitet bitirmişəm, akademiya bitirmişəm. Çünki bu lazımdır. Mən o dərsdəki şagirdimin üzündəki o xoşbəxtliyi görürəmsə, sırf sən belə eləməlisən, o yazıq əlini belə eləyir, stres keçirirsə, o mənə maraqlı deyil. Görürəm o sadəcə belə eləyə bilir, düz onu öyrədirəm. Ona görə sevilirəm. Çünki insanlar məni izləyir, desinlər ki, Nərgiz müəllimə imkanlıdır, falandır deyil. Nərgiz müəllimə
insanların qəlbində sevgi qazanıb. Ha, sizin qəlbinizdə o sevgiyi qazanmamışamsa, o mənim artıq problemim deyil. O sizin pəncərənizin, o sizin ruhunuzun kirliliyidir. Qurd basıb. Amma təmizləyə bilərsiniz. Hər zaman şans vardır. Diləyirəm ki, Allah hər kəsin qəlbinə görə versin. Buradan uğur qazanmağa çalışan hər kəsə, qadın kişi fərq etməz, deyirəm. Həyata atılmağa çalışdığınız müddətcə sizi sevənlər də çox olacaq, amma çürük almalar olacaq. Necə ki ağacda da olur. Belə çürüyə-çürüyə qalsınlar. Öpdüm. Sevirəm sizi.